Son günlərdə setka işlənsin, işlənməsin deyə belə bir dənə mövzular da dolanır və dünən Pərviz usta mənə bir təklif irəli sürdü ki, açıq şəkildə rəqabət aparaq, video şəklində, kimsə kimsədən inciməsin və hər kəs öz fikrini bildirsin ki, setka olursa niyə olmalıdır? Deyir, mənim müştərilər ki, mənə zəng edirlər, məndən setka tələb edirlər, mən deyirəm ki, setka lazım deyil, o heç bir çatın qabağını alınır. Və ona görə də işi mənə vermirlər ki, sən düz bilmirsən. Mən orada Pərviz usta xətrimə dəysə də, dəyməsə də, açıq səmimi söhbət gedirsə, sənə zəng eləyən müştərilərin tərəfdarıyam ki, onlar düz deyirlər. Niyə? Sizin işlərdə çat getmə səbəbləri nədir? Siz də setkanı bu qaydada toçka qoyursunuz, birbaşa mayak atırsınız, yəni doldurursunuz belə deyək. Bu düzgün qayda deyil, mənim fikrimdir. Bizim işimizdə setka çəkilir, tam şəkildə daraqlanır, kərpiçin bütün dərimi deşikləri dolur. Bundan qabaq, mənim elektrik işim tam şəkildə qutarmalıdır, kabelləşmə olmalıdır, mən sonra setkanı yapışdırmalıyam. Mənim işimdən sonra setkanın elektrik ixtiyarı yoxdur ki, girə mənim evimdə, mənim mənzilimdə, mənim gördüyüm işdə dağıntı edir. Amma sizin iş prosesiniz fərqlidir. Setkanı işləyirsiniz, mayakınızı doldurursunuz. Yəni, bu söhbəti mənim demə səbəbimdə, yəni, ustalar haqqında məlumatlar gəzir azdan çoxdan, mənim haqqında da məlumat gəlir, sizin haqqınızda da məlumat gəlir, digərlər haqqında da məlumatlar gəzir. Sizdə çat olma səbəbi nədir setkalı olan divarlarda? Birincisi, setkanı düzgün şəkildə divara bərkitmirsiniz. İkinci, mayakınızı doldurursunuz, mayak dolandan sonra elektrik gəlir, laqomdan qoyub, divarı kəsir, tökür. Kərpiçin qalınlığı 8 santıdır, onun da 4 santısın elektrik dağıdıb tökəcəksə, setka məlum məsələdə kəsiləcək və usta da biraz hozust olsa, kuvaltı götürüb əlinə divara düşsə, o divarlarda bir mənalı şəkildə 100% çat mümkün deyil olmasın. Çünki siz işinizin ardıcılığını düzgün seçmədiyik bizə görə. O problemlər sizin başınıza gəlir. O problem mənim başıma gəlmir. Mənim işlədiyim setka mikro çatı saxlayır, kərpiçlə panelin birləşən şovunu saxlayır, yüngül çatları saxlayır, güclü çatları da belə, avoyda belə diqqətlə baxanda bilinir. Sən o stexlaxoz dediyiniz belə o güclü çatı saxlaya bilməz. Mənim iş prosesim belədir. Fikir bildirmirsən ki, setkadansa A4 və yaxud da stexlaxoz. Mən A4 aboyunun tərəfdarı deyiləm, səbəb. Onun görünüş effekti, mən həzz alacağım effekti deyil. Plus 99